Daha lazım budur ki torpağı ağzına almamışdır ki ayaqyalı ben geldim piyada maşınla piyada gelip çıxıb kəndimizə. Orada o suyundan da sonra qidasından da mən nə qədər danışmaq olar ki, nə qədər danışsa yaraşır. Havası da təmiz, hər şey təmiz. Misal ki, məsələn, şən qav deyilir, oradan o da bulut qalxanda biz deyirik ki, yağış yağacaq. Təbii, hamız təbiət bizi hiss eləmiş, vermişdir. Allah'ın verdiği nimetir de vermişdir, bize hükmet eləmişdir. Mən rayona getsən, birinci növbədə ilk dəfə, o adətən belədir ki, mənim sözümdə elə bir viza çıxmasın, atamı qəbrini ziyarət edərəm. Sonra qaynatamın qəbrini ziyarət edərəm. Sonra bizdə orada Seyidlər Ocağı var, onlara ziyarət edərəm. Hacı Qaraman deyirik, sonra Müşahid Ağa deyirik, Devlet Şəkil o diyordu orada. Laçın, Zəngilan, Qubadlı ərazisinin hamısını gəzərdim ki, qarışıq gəzərdim ki, görüm köhnələrdən belə nəfəs alardım da. Ürəklərlə deyirəm, acilə ki, onlar belə canla başa geçsinlər, Qubadlıda, Laçında, Zəngilanda, işə olmuş rayonlarla, cavanlara deyirəm, hamısı geçsin, öz dərəbə torpaqlarında məsulləşsin, qalsınlar. Mənim arzum budur ki, bütün Qarabağ cəmaatı, hamısı, böyükdür, kiçik, hamısı öz yerlərini qayıtsınlar, öz vətənlərində məsulləşsinlər. Yazmaya qərib ölkə, yaşamaq vətən yaşlıdır. Nə qədər olur vətən, nə qədər. O sevgini biz yaşadıq, o sevinci yaşadıq. Torpaqlarımız alındı. Baxmayaraq şəhid verdik, qazilərimiz oldu, amma qələbə çaldıq. Qalib xalq kimi özümüzü tanıdıq, bildik. Bütün dünyaya tanıdıq ki, biz torpaqlarımızı mənfur düşməndən azad elədik, işğalçılardan qutardıq. Səbirsizliklə oturub gözləyirdim bala onlarla. İzləyirdim hamısını. Ömür versin, elə yalvarıram, Allah ömürdə mövlət verir. Gedim mən o torpağımı, dizimi qoyur, and düşmüşəm, dizimi qoyur, o torpağımı öpəcəm. Öpəcəm o torpağımı, öpəcəm. Bir el deyirəm, mən o paran yoxdur. Deyirlər, gedərsən, infak keçirərsən, ölərsən. Vətəndə ölmək gözəl şeydir. Oranın havası gözəl idi, suyu gözəl idi. Mən desəm, otu da, əncəri də gözəl idi. Bəzinin içi bardat nə deyil. Hər şey gözəl idi. Saf idi hər şey, bala, insanları da saf idi. Oranın elə bir ki, çörəyinin dadı ayrı idi, yeməyinin dadı ayrı idi. Xatirələrim, mən özüm tibb bacısı işləmişim kənd xəstəxanasında. Sonra hospital təşkil olundu, keçdik biz hospitala. Hospitalda keçirdiyim günlərim də yadımdan çıxmır. Oğul. İlk dəfə ora 19 nəfər uşaq gətirdilər. Uşaqlar minaya düşmüşdülər, mina partlamışdı, qəlpə yaralar almışdılar. 19 nəfər cavan uşaqlar, körpə-körpə. Baxdım uşaqlara ilə ağlaya-ağlaya qayıtdım, gəldim qaçağa seydə, gəldim gördüm qız yerə pişirib bir qazan. Yeməyi götdüm, lavaş suladım, götdüm, getdim hospitala bala. O karavatda yatan uşaqlara o çörəkdən dürməklədim, yeməkdən qoydum, dolmadan qoydum arasına, yedizledim uşaqlara. Baş həkim gəldi, dedi, Allah səndən razı olsun xala. Cavan oğlan idi, dedim, çox sağ ol oğul, başına dedim, mənim borcumdur. O hospitaldakı günlər elə bir şey yaddan çıxmır oğul. Orada ən çox məndə iz buraxan qaftan bir oğlan vardı, Əladdı. Onun düşmüşdü, nə düşmüşdü bilmirəm, bel sümüyü qırılmışdı. O yeriyə bilmirdi. Ona özüm də qulluq edirdim, qızlara yalvarırdım, siz Allah onun əlinizə düşən ona qulluq elən, qoyun o babat olsun. O babatdaşdı, ölmədi Allaha şükür, onu göndərdilər Bakıya. Qubadlıdan Əliyar rəhmətli şəhid oldu, gətirdilər hospitala. Sərhəddə yaxınlaşır, sərhəddə. Sərhəddə yaxınlaşmır ki. Tez trivolga verirsən, hamı qalxır ayağa, hamı qalxır ayağa. Sərhəddi keçən kimi vurursunuz, necə başa düşdün? Nələr çəkdik onda biz. Həsən Qorxmaz şəhid oldu, gətirdilər. Gələn getməlidir dünyadan bir gün.
Gelen geçmelidir dünyadan bir gün. Hatıra kalacak ancak dostum. Eğer bir gün beni istese könlüm, eğer bir gün beni istese könlüm, aktar kuvvetli dayan, aktar kuvvetli dayan, gel kuvvetli dayan. Sabirabaddan bir oğlan getdilər, Məşhədi deyirdilər adına, komandir idi özü də. Namaz qılanda vurmuşdu erməni, alnından vurmuşdular snayperlə. Heyf. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah rəhimə də rəhmət eləsin. Elə axırda da oldum qaşqın da, gəldim bura. Burada da biraz Sumqayıtda işlədim də gedə bilmədim. Hamısını deyirəm, bir balaca uşaq var, İsmail adında, babanın adını qoyublar. O hər gün tezdən durur, deyir, nənə, səni bir maşını var, belə uşaq maşını. Deyir, səni bax, o maşınla aparacam xanlığa. Nənə, orada mənə at alarsan. Babamın keçilərini otaracam, deyirəm, yaxşı, aparacam səni. Prezident əmr versə, bəlkə də səhər gedərik, bəlkə də axşam gedərik. Təki bircə əmr versin ki, gediş var. Uşaqlar hamısı orada yaşayacaqlar. Bəs nədir? Oranın hamısı məktəbin müəllimləridir, balalarımın çoxu. Gedib işləməlidirlər, dərs deməlilər, yaşamalıdırlar. Əzizim vətən yaxşı, geyməyə kətən yaxşı, gəzməyə bala, qərib ölkə, ölməyə vətən yaxşı. Nəbələrine yığ. Nəbələrine. Yavaş saat edin. Hı? Gözəl alça yığıb sənə.